Uşaqlarınızı itirməyə hazır olun. Generaldan savaş bir xəbərdarlığı gəlib. Daha bir xəbərdarlıq, daha bir müharibə riski və anonsu səslənməkdədir. Fransada baş qərargah rəisi General Fabian Mandonun Rusiya təhlükəsi ilə bağlı səsləndirdiyi sərt xəbərdarlıq ölkənin siyasi gündəmini silkələməyi bacarıb. Bu barədə France 24 məlumat yayıb. O milli təhlükəsizlik qiymətləndirilməsi zamanı çıxış edərkən Fransa öz kimliyini qorumaq üçün lazım gəldikdə əziyyət çəkməyə, hətta uşaqlarımızı qurban verib itirməyə hazır olmalıyıq. Fransadan belə müharibə xəbərdarlığı savaşla bağlı hazırlığın görülməsi ilə əlaqədar çağırışlar gəlməkdədir ki, biz uşaqlarımızı da itirməyə hazır olmalıyıq. Nəyə görə? Rusiya təhlükəsi var, Rusiya müdaxilə edə bilər və s. Bu kimi ehtimallar da sürətli şəkildə hətta Fransanın içərisində baş qərargah rəisi səviyyəsində də səsləndirilir. Bu məsələ ictimaiyyətdə böyük rezonans doğurub. Açıqlamanın ardından həm parlamentdə, həm siyasi dairələrdə ciddi müzakirələr başlayıb. Müxalifət bunu müharibə ritorikası kimi qiymətləndirərək hökuməti sərt tənqid edib. Hökumət isə iddia edir ki, generalın fikirləri kontekstdən çıxarılaraq ictimaiyyətə yanlış təqdim olunub. Hər halda burada müxtəlif belə deyək anlaşılmazlıqlar, müxtəlif belə deyək ki, polemikaların və iqtidar müxalifət arasındakı gərgin bir mübarizənin də Fransa içərisində getdiyini görə bilər. Yəni, istənilən halda dünya bu riskləri görür, təhdidləri görür və buna uyğun da açıqlamalarını, fikirlərini səsləndirirlər.